Anevrizma nədir? Anevrizma damar divarının genişlənməsi nəticəsində onda gedən patoloji dəyişikliklərdən ibarətdir. Bir çox formalarda olur, daha çox kisə şəklində olur anevrizma və bütün arterial sistem təşkil edən damarların hamısında ola bilər. Anevrizma olduqda nə baş verir? Damar müəyyən bir yerdə genişlənir, get-gedə o genişlənmə olan yerdə damarın divarı nazikləşir və müəyyən dövrdən sonra ya anevrizmanın cırılması və yaxud da ki, anevrizma nahiyəsində damar divarının laylanması deyilən bir hadisə baş verir ki, bu da həyat üçün çox təhlükəli olur. Bütün arterial damarlarda ola bilər, hər bir sistemdə, amma daha çox aşağı ətraflarda biz bununla rastlaşdığımıza görə xahiş edirəm, belə bir anevrizması olan xəstələr vaxtında bizə müraciət eləsinlər. Çünki dediyim kimi anevrizmanın partlaması çox hallarda həyatı təhlükə yaradır. Bunun səbəbləri çoxdur, o barədə danışmaq istəmirəm. Daha çox burada nədən gedir söhbət? Aterosklerozun nəticəsində yaranır. Biz də həmin bunun tədbirini görürük. Bu və ya digər qabaqlayıcı tədbirlər aparırıq. Eyni zamanda xəstəyə vaxtında lazımı istər cərrahi, istərsə başqa qeyri-invaziv müalicə üsullarıyla onun qabağını almağına çalışırıq. Buyurun bununla əlaqədar vaxtında bizə müraciət edin.